Salamlar. Bugün sizinlə neft-qaz sektorunda qros əmək haqqı 800 manat olan işçinin net əmək haqqını necə hesablamalı olduğumuza baxacağıq. Birinci növbədə tutulmalara baxaq. Əgər bizim əmək haqqımız 2500-dən aşağıdırsa, bu zaman 200 manat güzəşt, artıq qalan hissənin isə 14% vergiyə cəlb olunacaq. Əgər bizim əmək haqqımız 2500-dən yuxarıdırsa, 2500-dən artıq olan hissənin 25% və üzərinə 350 manat gəlməklə biz gəlir vergisini cəlb edəcəyik. Gəlir vergisi 800 manatdan 200 manata çıxırıq 600 manat və 14%-ni tapırıq ki, 84 manat gəlir vergisinə gedəcək. Məcburi dövlət sosial sığorta fonduna isə əmək haqqının 3% gedəcək. Bu da eləyir 24 manat. İşsizlikdən sığortaya əmək haqqının 0,5% gedəcək. Bu da eləyir 4 manat. İcbari tibbi sığortaya isə əmək haqqının 2% gedəcək. Bu da eləyir 16 manat. Yəni bizim işçinin net əmək haqqı olaraq 800-dən tutduğumuz bu vergiləri çıxmaqla biz net əmək haqqı olaraq 672 manat əmək haqqı ödəyəcəyik. Ayırmalar isə müəssisə tərəfindən hər bir işçiyə görə dövlətə ödənən vergilərdir. Hansı ki, bu da neft-qaz sektorunda məcburi dövlət sosial sığorta fonduna işçinin əmək haqqısının 22%, işsizlikdən sığortaya 0,5%, icbari tibbi sığortaya isə 2% olmaqla ödənir.